Yasamal rayonunda yerləşən dayanacaq dağıdılıb. Avtosferas xəbər verir ki, hadisə İnşaatçılar prospektində baş verib. Sakinlərin sözlərinə görə ötən gün axşam saatlarında crossover model avtomobil idarəetməni itirərək yol nişanlarına çırpılıb. Zərbənin gücündən dayanacaq nişanı smart dayanacaq platformasının qapısını və şüşələrini qırıb. Metal konstruksiyalar əyilib. Səhər saatlarında dayanacaqdan istifadə etmək istəyən vətəndaşlar mənzərədən şikayətləniblər. Onların sözlərinə görə bu vəziyyət təkcə şəhər görüntüsünü pozmur, həm də təhlükə yaradır. Qarşıdan gələn soyuq ayları nəzərə aldıqda vətəndaşların dayanacaqda avtobus gözləmələri onların sağlamlığı üçün də mənfi nəticələrə gətirib çıxara bilər. Dayanacağın ətrafına göz gəzdirdikdə onun ətrafında əyilmiş metal hissələr və dağıntı izləri aydın görünür. Sakinlər deyir ki, belə halların artması narahatlıq doğurur və aidiyyəti qurumların bu məsələyə daha ciddi yanaşması vacibdir. Baxın, burada uşaqlar məktəbdən gəlir, dayanırlar. Məktəblilər də ən çox burada valideynlərdir. Birdən yağış yağdı, soyuq oldu, düzdür? Bu açıq qalıb. Yenə də bu lazımi qurumdur, yəqin ki, aynadır da. Baxmalıdır, ümumiyyətlə baxmalıdır, gəlib tez bir zamanda düzəltməlidir. Yəni, həyətin ortasında belə küçədə qalmaqla uşaqlar xəsarət ala bilərlər, baxın, əlləri dəyə bilər, düzdür? Uşaqdır da, balacadılar. Yəni, tez düzəltsələr daha yaxşı olar, əlbəttə ki. Bunu belə sındırıblar, qoyublar. Mən cəmaatı deyirəm də, yəni cəmaat bunu eləyir də, özümüz eləyirik. Bunu kimsə gəlib eləmir ki. Avtobusları cırırlar, şəhər sındırırlar, yazırlar, tüpürürlər, cürbəcür. Deyəndə də deyirlər ki, sənin neyvə lazımdır, bax belə deyirlər. Deyirsən, bala, niyə körləyirsən, acı cavab alırsan. Valla biz bilmirik niyə sındırıblar, qırıblar, amma əslində sındırmamalıdırlar da. Yəni ki, bunu qoyublar ki, biz dayanacaqda dayananda yağışı var, bunun qışı var, yayı var ki, biz girə bilək orada yağışdan özümüzü qoruyaq. Mən balkondan baxdım, görüm nə qara cifdir. Hə, gördüm ki, girib bura sonra qeyib çıxmışdı bura. Qayzat da gəlmişdi qayzat. Valla mən görəndə cif vurmuşdu, dayanmışdı burada. Yox, iki işdir, heç kim yox idi küçədə. Bir dənə qaya maşın gəlmişdi, bir iki dənə maşın vardı burada. Yox, başqa adam yox idi. Hər gün məktəbdə, 60 nömrəli məktəbdən gələndən bura, hər dəfə burada belə güclülər olur, isti olur bura. Amma indi soyuq olsa adamlar qalmayacaq da elə bir ki burada. İndi mən bilmirəm kim qırıbdı ya da qəza zadı olubdu. Düzəlsələr yaxşı olar da elə bir şey. O hansısa çölü biyabandan gəlib bu oyunu çıxardı. O şərait istəmir də yaxşı olmayı. Mən razıyam. Razı idim. Belə şeyə razı deyiləm. Ana durub burada məsələn uşaq knopkan vurur, basır, açılır, bağlanır. Ay ana sən bir dində bu uşaq heyfdir. Bu da nə də olsa xərcdir də bu da. Dövlətdən gəlir ya bizdən gəlir. Bizdən elə gedir də bizim cibimizdə bunlar düzəlir. Biz oturur, biz istirahət edirik yenə də. Məsələ ilə bağlı Aynanın mətbuat katibi Tural Orucov Avtosferas saytının açıqlamasında bildirib ki, paytaxt ərazisindəki bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır. Eyni zamanda vətəndaşlardan daxil olan müraciətlər əsasında da yerlərdə pavilyonlara baxış keçirilir. Aşkar edilən nöqsan və çatışmazlıqlar aradan qaldırılır. Müxtəlif zamanlarda kənar müdaxilələr nəticəsində pavilyonun konstruksiyaları və elementləri zədələnir və sıradan çıxarılır. Bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə əmlaka ziyan vurulur. Dövlət əmlakına ziyan vurulması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət olunur.